Herkese salam, necəsiz qızlar? Bugün sizinlə yeni bir vlog başlayırıq. Bu vlog biraz digər vloglardan fərqlidir. Çünki mən də bu vlogda ilk dəfə sınadığım şeyləri sizlə bölüşəcəm. Belə qayğanaq, qəşəng ketçupla yeyirəm. Bir də çörək. Bizdə olan qalan çörək budur. Bunları yağ yeyirəm. Və qızlar, yollandım mağazaya lazım olan ərzaqları almaq üçün. Bir də onu deyim ki, mən mağazada falan çox çəkiliş eləmirəm, çünki utanıram. Evdə okey, hər şey sizə çəkib bölüşə bilirəm, amma yol gedərkən və ya mağazada sizə heç nə çəkə bilmirəm, çünki utanıram. Mağaza işçiləri falan mənə baxır deyə, nə bilim, həm də tanıyırlar deyə utanıram. Yəqin aldıqlarımdan artıq təxmin edirsiniz. Bu gün sizlə bərabər qışlıq üçün pomidor turşusu hazırlayacağam. Mən də ilk dəfə də eləyirəm. Bir də YouTube-da videoya baxmışam. Çalışacağam indi elə eləyim. Görək necə alınacaq. Əslində planlamırdım. Sadəcə sonra düşündüm ki, eləyim də, yəni ən pis nə ola bilər ki, sadəcə sınadım. Və bu sınağımı sizlərlə bölüşdüm qızlar. Axırıncı videoma izlənmə qəşəng gəlib və mən bu həftə ərzində 200 abunə istəyirdim və artıq bu videonu səsləndirərək gördüm ki, 204 abunəm var. Həqiqətən də çox sağ olun qızlar, var olun. İnanın ki, sizi heç vaxt peşman eləməyəcəm. Varlığımızı qurtardıq, gedir evə indi. Qızlar, gəlin sizə aldıqlarımı göstərim. Qoyum bura. Bunu da səliqəyə salım, sonra başlayayım. Yoruldum. Biber aldım, acı biber, şirin biber, sarımsaq, siyir, pomidor aldım. Sonra çörək aldım belə. Təngəl aldım, birazdan istəyirdim. Belə sirkə aldım. Yağ aldım. Qara istot aldım, yumru. Bir də banka qapağı. Bunların hamısını 20 manat pul xərcləmişəm. Nə bu qabaq şeyləri daha rahat olsun. Belə paskasını 2 manat aldım. Məncə yaxşı almışam ha. Bankalarım buradadır. Görək burada nələr var. Oy mama, burada nələr var. Burada az bəslində banka. Bu heç. Kompotlardır, görürsünüz. Kompot koymayıb yezinəviz qalsın. Bu neçə 2 kiloluqdur bu. 2 kiloluq bizə lazım deyil. Bizə 1 kiloluq lazımdır. Bunları da koyum görəm, amma yox. Bunlar da alınmayacaq. Bir belə. Tak. Bunlardan lazımdır bizə. Burada koyaq buraları. Bunu da koyun bura. Burada nələr var? Yoxdur burada elədir. Burada bizim aşağı evdə. Evimizin altında bir dənə də ev var. Bura belə qabları falan yığmışam, lazımsız. Bankalar falan. Hər şey nə lazım olmadı buraya yığıram. Bu mənə lazımdır deməli indi. Bunu qoyaq kənara. Sonra. Bir də bu lazımdır. Deməli bu qədər. Baxaq görək başqa nələr var. Bunun hamısı deməli bankadır. Bana açaq. Bizə lazım olanları götürək. Vay, burada yekələrdir ki. Buna ayırım mən bunları. Üçün sadəcə 1 saniyə keçdi. Mən isə bunları qəşəng şampunla yudum. Qaynar suyla stilizə elədim və keçirik indi pomidorları yumağa. Mənim kanalıma abunə olmaq, yorum yazmaq, like eləmək sizin üçün adi bir şey gələ bilər qızlar. Amma bu mənim üçün çox böyük bir şeydir də həqiqətən də. Sadəcə bir abunəm artanda belə o qədər sevinirəm ki, mən uşaqlıqdan blogerlərə baxırdım. Həmişə xəyallar qururdum ki, mən də nə vaxtsa bunlar kimi olub. Sadəcə qardaşım, atam, ailəm icazə vermirdi buna və mən də utanqac uşaq olmuşam. Yəni yox deyirdilərsə üstünə getmirdim. Amma artıq öz ayaqlarımın üstündə durduğuma görə, öz ailəm olduğuna görə və içimdəki o balaca
Kübüşü biraz məmnun etmək üçün uşaqlıq xəyallarımı qurmaq istədim. Yaxşı ki varsınız. İnşallah çox böyük abunəm olar, çox böyük kütləm olar və siz də sevinərsiniz, mən də sevinərəm. İnşallah ki Allah hamının arzularını çatdırsın. Neysə qızlar, belə çox danışmayım, başınızı ağrıtmaq istəmirəm. Deməli ilk dəfədə eləyirəm, bilmirdim necə. İlk öncə biberləri falan hər şeyi doğradım, səliqəli yığdım ki, rahat bankalara yığım. Yəni bildiyiniz standart pomidor turşusudur əslində. Yəni hər şeyi mən ilk dəfə özüm tək sınayaraq eləyirəm. Mən xoşlamıram mətbəxdə kimsə olsun. Mənim fikrimcə bir mətbəx bir xanıma aiddir sadəcə. Hər xanımın öz mətbəxi olmalıdır və bu mətbəxində xanımım mənəm. Və böyümüşəm artıq mətbəxim də var. Əvvəllər subay vaxtı qəti bacarmırdım belə şeylər, heç başım çıxmırdı. İşte yemək falan bişirirdim, şirniyyat bişirirdim, o da keyfim çəkəndə eləyirdim. Arxamcıda mamiçkam yığışdırırdı. Amma indi artıq öz tökdüyümü yığışdırdıqca o qədər yoruldum ki, qızlar, o qədər yoruldum. Hələ az eləmişdim də. Mən 4 kilo ya 5 kilo pomidor almışdım. Düzdür, hazırını alsaydım bundan ucuz başa gələrdi. Pomidor falan baha idi. 1 manat 30 qəpik aldım mən kilosunu. Keçən dəfə burada bizim evin yanında satırlar, oradan aldım indi də. Orada 50 qəpik idi keçən dəfə. Sadəcə soruşdum niyə indi belə bax. Dedi ki, onda çox gəlmişdi, ona görə dəyər dəyməzinə satdıq. Təəssüf ki, indi azdır, belədir. Dedim, heç nə olmaz, başlamışamsa geri qayıtmayım, az da olsa alım eləyim. Və bu qədər qalmışdı sadəcə pomidor. Mən də elədim. Bu acı biberlərdən də içinə sadəcə bir ədəd atıram. Çünki çox acıdır. Oğlan dedi ki, dəhşət acı biberdir bunlar. Və iş görərkən təsəvvür eləyirsiniz, duş alarkən belə mən telefona baxıram, YouTube-da nəsə kinoya qoşuram, ya sevdiyim blogerə qoşuram, ona baxa işimi görürəm. Telefonsuz mən heç bir iş görə bilmirəm də qızlar. YouTube-suz mənim bir günüm belə olmasın. Və bacardığım qədər telefona yox, planşetə baxmağı seçirəm, televizora, planşetə. Çünki onlar böyüdü deyə ekranları. Göz o qədər də zərər görmür də, nəinki telefon. Məncə telefondan çox elə şeylərə baxın. Adətən videoları editləyərkən də, videoları montaj eləyərkən də planşetdən istifadə eləyirəm. Prosta əlim tam öyrəşə bilmir. İstəyirəm klaviatura zakaz eləyim Temudan, kompüter kimi bəlkə eləyə bildim. Bir də ki qızlar, sizdən bir məsləhət almaq istəyirəm. Xahiş edirəm, öz fikrinizi rəydə yazarsınız. Mən bu son 3-4 videomdan əvvəlki bütün vloqları silmək istəyirəm. Silmək istəməyimin səbəbi də odur ki, çünki o vloqlar mənə çox maraqsız gəlir. Yəni montajını falan düzgün eləməmişəm. Hal-hazırda düşünürəm ki, onlardan daha yaxşı səsləndirirəm və daha yaxşı videoları düzəldirəm. Çünki o videolarda səsləndirmə də keyfiyyətsizdir. Sonra video ekrana tam oturmurdu. O pisdir. Yəni televizorda falan baxanda özümdə fikir verirdim balacadır. Çünki onda başım çıxmırdı. Bilmirdim necə montaj eləmək lazımdır. Düzgün yolunu bilmirdim. Hal-hazırda sonra maraqlana və mənə dəstək olan insanların sayəsində öyrəndim, başa düşdüm və həmin o videoları səhv proqramla montaj eləyirdim. Yəni mən istifadə eləyə bilmirdim. Çox youtuberlər onunla montaj eləyir, amma mən eləyə bilmədim o proqramla. Hal-hazırda InShot proqramı ilə sizin üçün səsləndirib montaj eləyirəm və düşünürəm ki, bu daha qəşəng və daha keyfiyyətlidir. Nəinki digər proqramla. İstəyirəm o videoları silim. Nə düşünürsünüz? Mamam isə deyir ki, silmə, bəs qalsın. Xatirə kimi, ilk addımların kimi, amma mən silmək istəyirəm nədənsə. Baxmaq istəmirəm o vloqlara. Evdə qab yuyan maşını ola hər gün qab yuyan mənəm. Qab yuyana qab yuduğum yadıma düşmür. Sadəcə böyük qonaqlıq olanda yuyuram. Vəsə. Əldə qab yumaq mənim üçün bir terapiya kimidir. Həqiqətən də çox əsəblərimi sakitləşir və xoşuma gəlir. Zövq alıram həqiqətən qab yumaqdan. Və kimsə qab yuyanda videolar çəkir, statuslar falan. Onu da çox sevirəm. Elə storylərdə bəyənirəm, yəni əsəblərim sakitləşir. Və qızlar, daha sonra keçdim bunların duzunu, sirkəsini, istiotunu atmağa. Bu şüşə qaşığın ucunda biraz yarımçıq belə duz tökdüm. İnşallah ki çox olmaz, nə də az olmaz. Və hərəsinə 3-4 dənə belə yumru istiot tökdüm. 1 çay qaşığı da sirkə tökdüm. Sonra üstlərinə qaynar su tökdüm və o suyu tökəndə bankaların 3-4-ü belə qırıldı, partladı. Daha sonra onları boşaltdım başqa qaba. Sadəcə onları çəkməmişəm o hadisələr. Prosta sizə belə başıma gələn hadisələri danışmaq istəyirəm. Bir də qızlar pisok da tökmüşdüm mən
mən bunları. Onda qaynanan başa saldı, sağ olsun ki, üstünə pisok da dök, qəşəng olur. Bir çay qaşığı da pisok dök. Neysə qızlar, bankalar tartdadı, sındı. Mən dəyişdim. Sonra qaynar suyu tökdüm yenidən. Ağızlarımı bağlamaq istədim. O anda mamam yığdı. Dedi, "Neynirsən?" Dedim, belə-belə. Ay qız, sənin başın xarab olub. Ay qız, onları sən qaynatmasan, onlar heç biri qalmayacaq, partlayacaq. Və mən də bir dənə yekə qazan götürdüm, içini doldurdum, suyla bankaları yerləşdirdim. Daha sonra başıma gələnə baxın. Qazana suyu sən demə çox tökmüşəm və hamısının içi oldu o su. Və sirkələri qaçdı. Yenidən sirkə töküb ağızlarımı bağlamışam. Onları qazandan necə çıxartdım bir Allah bilir, bir də mən. Qoymuşam bunları suya qaynamağa. İçinə qaynar su tökmüşəm, bunu da doldurmuşam. Altına belə bir şey sərmişəm. Bunu mamam gildə görürdüm həmişə. Eləyəndə mamama fikir verirdim, eləyirdim. Görsən mama, mən iş görməsəm də sənin elədiklərinə fikir verirdim. Prosta bir dənə mənim üçün qaranlıq bir qalan bir şey var. Bunu mən buradan, bunlar qaynadı tutaq ki, bunlar qaynarı olacaq. Mən bunları necə götürəcəm? Buradan o mənə çox qorxudur. Nəysə, bir şey fikirləşərəm. İstəyirəm buranı boşaldım. Buraya yığım, yəni buradan buraya yaxındır da. Yığım buradan rahat götürüm. Yudum bütün bulaşıqları. Bunlar biraz qalsın belə. Aparıb yığacam aşağıya və soyuyandan sonra şkafa səliqəli. Qabların yarısı da burada. Bunu hələlik bura qoydum. İnanırsınız, ölürəm yorğunluqdan. Bir stəkan oturum, çay içeyim. Sonra günortaya bir şeylər yeyək. Keçin buraları qəşəng silim eləyim. Halım yoxdur silməyə, inanırsınız. Bir də yemək bişirirəm. Məndə həmişə marazinkada belə soyulmuş sarımsaqlar falan olur. Yemək bişirəndə rahat olur da. İndi bunu açacağım. Açacağım içinə içsin. Yəni belə qablarda məncə soyun saxlayın. Qəşəng fikirdir. Burada belə bir meyvələr var. Bu meyvələri nə edeyim bilmirəm. İstəyirəm bunların qabığını soyum. Biraz pisok töküm suya. Qaynadım. Belə kompot kimi içək. Nə düşünürsünüz? Hamısını bir yerdə qaynadım. Böyük bir qazanda. Qəşəng kompot olsun. Zar meyvələri qaynatdım. Blenderdən çəkdim. Belə bir şey alındı. Gözləyirəm soysun. Şorbalar da soyuyub. Artıq biraz da soysun. Aparıb yığacam aşağıya. Belə qabları da yudum. Qazın da üstünü sildim. Görün başqa nə iş tapıram. Benim bulduğum çareler yüzünden bu hale düştüm. Pembeciğim, ne çare bulayım artık? Qızlar, bilmirəm bu toz soran niyədir. Yaxşı soğurmuş. Bunun içini təmizləyəcəm. Düşünürəm ki, bunun turbalarına nəsə ilişib. Aparıb həyətdə təmizləyəcəm, bulaşmasın. Zaten yeni toz soğan alacağım. Prosta ki, müvəqqəti bunu düzəldim. Divana falan qəşəydi də. Yəni rahat təmizləyirdim. Görüm yenə düzəldə bilsəm əla olacaq. Toz soğanı düzəltdim. Qəşəng soğurdu. Bilmirəm təzəsini almaq istəyirəm deyə oldu, nə oldu. Yeri silirəm. Yeri pol görürsüz, yaşdır. Bu iki məhsuldan tökmüşəm yerə. Suya yox, yerə tökdüm pramoy. Həm kafelim ağdı. Ləkələr aparsın deyə. Həm də ki, ona görə tökürəm ki, dezinfeksiya olsun pollar. Çünki bura mətbəxdir. Nəsə buranı təmizləyin. Sevirəm. Xalçanı da götürdüm ki, altını qəşəng sileyim. İndi xalçanı sərəcəm yerinə. Bu biri tərəfi də eynən siləcəm. Belə xalçanı da sərdim. Buranı da qəşəng sildim. Bu ağ kafelin bir dənə elətdirsəz əgər. Burasının bu araları var ha. Buraları ağ elətdirməyin qəti. Oraların qara rəng eləyin, tünd rəng. Bu da jalüzümüzdür, hələ asılmayıb. Bu da mebelin şeyidir. Burasınındır. Vurulmayıb hələ. Ustanı gözləyirik, kefini. Bunu da çəkim yerinə. Baxın, mən xlorla silirəm də buranı. Ağardıcı ilə silirəm. Uy, çıxdı bu. Mən hələ ağardıcı ilə silirəm. Görürsünüz, bu ləkələr getmir. Ona görə də məndən sizə bir yaşayıb gördüyüm üçün tövsiyə verirəm ki, ağ kafel ümumiyyətlə vurdurmayın. Vurdurun, qəşəng görünür, okey. Çalışın parlaq edin, mat elətdirməyin. Baxın, cızılıb pol. Yüngül şeylərlə cızılır bunlar. Niyə bilmirəm. Halbuki bahalı kafel vurdurmuşlar, biz bunu ucuzundan vurdurmamışıq. Səhv eləmirəmsə İranın kafelidir bu.
Yoxsa yox, havanın kafeli idi bu, bilmirəm. Amma ucuz deyil də. Yəni normal qiymət almışıq. Lap bahalıdan da deyil. Yalan danışmayım da indi. Lap ucuzundan da deyil. Yəni normal qiymət almışıq. Bacımız bir dəqiqə boş dayanmır. İndi də yemək pişirirəm. Burada kartuşka, toyuq. Dırnaqlarımı söktüm. Daha doğrusu sındı bəziləri. Bəzilərini özüm söktüm. Bu haldadır. Birazdan üst formu eləyəcəm yenidən. Dırnağımı necə düzəltdiyimi məndən çox adam soruşur. Deməli qızlar, ilk öncə qəşəng manikürünüzü eləyirsiniz. Öz dırnağınızı çox pilkalamayın. Buna diqqət edin. Çox pilkalamayın. Sadəcə üstünü cızın. Çünki mayanız zədələnir. Məndə olan baza Cody'nin bazasıdır və qızlar, burada diqqətli olun ki, dırnaq ətinizə baza qətiyyən dəyməsin. Sonra altından su çəkir, ya hava çəkir və dırnaq qopur. Burada sizin üçün diqqətli göstərirəm ki, yaxşı-yaxşı baxın və itləşdirmirəm videonu ki, 2 qısa falan qoymuram ki, yaxşı-yaxşı baxasınız. Dırnağı manikür eləyərkən isə kusaçka ilə falan aranız yaxşı deyilsə, pilkalar olur ya, arxasında V işarəsi dəmir. Baxın, o dəmirlə təmizləyin. Onda daha səliqəli və qanatmayacaqsınız dırnağınızı. Mən sadəcə dırnağımı təzə qopardmışdım deyə çox pilkalamadım. Dırnaq ustalarının bəzilərinin elədiyi ən böyük pis bir şey, dırnağınızda tipsi və ya gel daha çox qalsın deyə öz dırnağınızı çox yonur və onda da dırnaq sədəfiniz çox bərbad hala düşür və mayanız qopur. Ona görə dırnaqlarınız zəifləyir və uzanmır, qırılır. Amma mən nə qədər qaynaqda olsam da mənim dırnaqlarım möhkəm və uzun olur. Çünki öz dırnağımı çox yonmuram. Sadəcə üstünü biraz cızıram. Və qızlar, daha sonra belə qırağa daşanları silin. Aparata qoyanda isə 120 saniyə qoyun. Üst forma seçiminə gəldikdə isə mən burada sizə göstərəcəm indi. Diqqətlə baxın. Dırnağınızdan biraz bir razmer böyük olmağını seçin ki, qıraqları qəşəng olsun, yəni tam olsun. Üst formanın içini doldurarkən isə sadəcə bir şeyə diqqət edin. İlk öncə belə lak kimi nazik vurun. Daha sonra üstünə vuracağınız gel isə yuvarlaq hərəkətlər eləyə qoyun ki, hava baloncuğu qalmasın. Eyni ilə tipsi qoyarkən də elə eləyin. Bir dəfə də sizə tipsi eləyərkən pilkasız gel texnikasında sizə göstərərəm. Və qızlar, mən dırnaq kursuna getməmişəm heç vaxt və hardasa təxmini 4-5 ildir ki, dırnaq qaynağımı özüm eləyirəm. Mamaya, kənddə də eləyirdim. Yəni mən bu şeyləri daha çox eləyərək öyrənmişəm. Dırnaq elə bir şeydir ki, çox incədir. Siz nə qədər kursa getsəz də onu dəfələrlə pis eləyəcəksiniz. Daha sonra yaxşı, mükəmməl texnikanı öyrənəcəksiniz. Hər dırnaq ustasının qızlar özünün öz texnikası var, öz bildiyi kimi eləyir hərə. Yəni sadəcə dırnaq elə bir şeydir ki, bunu eləyərək öyrənirsən. Yəni kimdənsə şifahi bir şey deyil ki, götürəsən. Ona görə də qızlar, çalışın, çoxlu eləyin. Pis olsa da eybi yoxdur. Eləyin, əliniz öyrəşsin. Və qızlar, mən dırnaq ustası deyiləm. Və üst forma qurutmaq aparatınız yoxdursa, adi belə aparatı belə tutanda qəşəng üstdən quruyur. Bunu da YouTube'dan öyrənmişdim. Üst forma o qədər rahatdır ki, qızlar, üstü səliqəli olur. Məndə frezem yoxdur, daha doğrusu var, amma xarabdır deyə içini yonmuram. Amma içini yonub səliqəyə salsaq çox qəşəng olar. Məndə iç hissəsi o qədər də gözəl deyil, amma üstü görürsünüz necə gözəldir və təmizdir. Qızlar, nəticə belə oldu. Gedim videonu montaj edeyim, yatım. Bura qədər izlədiyiniz üçün çox sağ olun. Bye bye.